Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Rüfət müəllim Şıxəliyev. Bu günləri də maraqlı bir sualla qarşınızdayım. Bizim bugünkü sualımız sürət məsələləri ilə bağlı sualdır. Əgər siz də sürət məsələlərini həll etdikdə çətinlik çəkirsinizsə və çoxlu vaxt istirirsinizsə, YouTube kanalıma daxil olaraq sürət məsələləri adlı başlıqla videoda siz axına nəzər yetirə bilərsiniz. Qeyd etdiyim kimi, hər bir mövzu izahlarına çalışıram ki, qısa və əsas nəzəri hissələri bildirməklə və praktik yönümlü sizə izahlar verməklə faydalı olun. İnanıram ki, həmin bizim bu qısa videolarımız sizin üçün maraqlı və faydalı olacaqdır. Nəzər yetirək sualımıza. Eyni bir nöqtədən eyni zamanda avtobus və avtomobil əks istiqamətdə hərəkətə başladılar. Nöqtə. Düşünürük nəyi? Əks istiqamətdə hərəkət. Video izaha baxan yoldaşlar bilirlər ki, əks istiqamətdə hərəkətdə sürətlər nə olurdu? Toplanılırdı. 5 saat sonra aralarındakı məsafə 580 km olarsa, avtobusun sürətinin 33 km/saat olduğu məlum olduğundan avtomobilin sürətini tapın deyir. Biz bilirik ki, əks istiqamətli hərəkətdə sürətlər nə olurdu? Toplanılırdı. Yəni nə? Yəni belə yazırıq ki, burada V1 plus V2. Bizim misalda sürəti bilmirik nə? Amma birinin sürətinin biri 33'dür. O halda yazırıq ki, V bərabər nəyə? 33 üstəgəl V2. Yəni avtobusun sürətindəki V2 olsun. Avtomobilin sürətindəki V2 olsun. Neçə saatdan sonra deyib? 5 saatdan sonra deyib. Yol nə qədər verib bizə? Yol da verib, misalda baxıram şərtdə harada verib 580 km. Yol da verib bizə 580. Bizim düsturumuz var idi ki, S bərabər idi nəyə? V1 plus V2 vurulsun T-yə. Yəni, biz də misalda yerinə qoysaq, misalımız 580 bərabərdir nə? 33 üstəgəl V2 vurulsun nə? T zaman 5'dir. Başlayaq bu tənliyi həll eləməyə. 33 plus V2'ni 5'ə vurub 580 alıb. Deməli, onu 33 üstəgəl V2'ni tapmaq üçün nə edəcəm? 580'i 5'ə böləcəm. Alacam nə? Alacam 116. Bu mənə 116 verirsə, 33 üstə V2 116 veribsə, V2'ni tapmaq üçün nə edərik? 116'dan 33'ü çıxarıq. Buradan alaraq ki, V2 nəyə bərabər imiş? V2 83'ə bərabər imiş. Deməli, avtomobilin sürəti isə 83 km/saatdır. Video xoşunuza gəldiysə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İşiniz avamlı olsun. Hələlik.